Xoş gördük, hörmətli izləyicilər. Bugün biz sizlərə plastik pəncərə və qapı profillərinin texniki baxımdan nələrdən ibarət olduğu haqqında məlumat verəcəyik. Belə ki, bugünkü gündə daxili bazarda tələb olunan yerli Türkiyə və Almaniya istehsalı profillərdir. Profillər qalınlıqlarına görə 3 kateqoriyadan ibarətdir. 60 milli, 70 milli, 80 milli. Bu qalınlıqlı profillərin əhəmiyyəti səs və istilik izolyasiyasını daha da artırır. Profillər kamera saylarına görə də fərqlənir. 60 milli profillər 4 kameradan ibarətdir, 70 milli profillər 5 kameradan ibarətdir, 80 milli profillər 6 kameradan ibarətdir. Kameraların əhəmiyyəti səs və istilik izolyasiyasını artırır, UV zərərli günəş şüalarının qarşısını alır. Plastik qapı və pəncərə profilləri 2.8 ət qalınlığından ibarətdir. Profillər ümumiyyətlə rezin sisteminə görə də fərqlənir. Belə ki, 60 milli və 70 milli profillər 2 rezin tipindən ibarətdir, iç və çöl. 80 milli profillər isə 3 rezin tipindən ibarətdir. Rezin saylarının çox olmağı səs boğuculuğunu daha da artırır.